Sən heç pulqabını açıb içindən pulların yoxa çıxdığını hiss etmisən? Sanki hər tərəfdən mənə pul xərclə, mənə də pul xərclə deyə səslər gəlir. Günün sonunda isə cibində yel əsir. Bəs bu xərclər necə azaldıla bilər? Əgər sən də ayın sonunda görəsən pullar hara getdi deyə başına qaşıyırsansa, onda düz videodasan. Salam əziz izləyicilər. Bugünkü mövzumuz çox aktualdır. Xərcləri necə azalda bilərik? Və mən sənə söz verirəm, bu videonun sonunda sənin maliyyə vəziyyətin biraz daha rahat nəfəs alacaq. Əvvəla gəlin bunu qəbul edək. Çoxumuzun xərcləri maaşımız bank kartına daxil olmadan ona hücum çəkir. Heç gəlirin hesabına çatmamış xərclər artıq sıraya düşməkdir. Bəs bu vəziyyətdən necə çıxmalıyıq? Birincisi, öz evində qonaq olma prinsipidir. Ən çox pul itirdiyimiz anlardan biri özümüzə qonaq kimi davranmaqdır. Məsələn, evdə yemək pişirmək yerinə sanki otel qonağıyıq. Hər gün çöldən sifariş, hər gün özümə bir hədiyyə etdim bəhanəsi ilə alış-veriş. Bir düşün, öz evində yaşayırsan, amma gündəlik davranışdan sanki oteldəsənmiş kimidir. Evdə kofe pişirmək 50 qəpiyə başa gəlir, amma Starbucks vibe'ları adıyla hər gün 6-7 manat xərcləyirik. Bir ayda 200 manatdan çox pul tək kofeyə gedir. Evdə pulu yığsan özünə peşəkar espresso aparatını ala bilərsən. İkincisi, abunəlik canavarları, səssiz yeyənlər. Spotify, Netflix, YouTube Premium, Adobe, Canva, Duolingo, daha nələr. Ayda 3-5 manat deyə abunəliklər toplanır, sən də fərqinə varmadan 1000 manatlıq müasir TV paketi yığmış olursan. Odur ki, hər 2-3 ayda bir abunəlik dedektivliyi. Həqiqətən istifadə etdiklərini saxla, digərlərini bağla. Bəlkə də sən hələ də 3 ay əvvəl 7 gün pulsuz başlayan bir şeyə aylıq 12 manat ödəyirsən. Üçüncüsü, endirim var deyə aldım tələsidir. Ən klassik nümunələrdən biri normalda 120 manat idi, indi 60-a düşüb. Almamaq günah idi. Yox, günah odur ki, o 60 manat da başqa daha vacib ehtiyacını ödəyə bilərdi. Əgər endirim olmasaydı, heç o məhsul yadına düşməzdi. Bir alış-verişdən əvvəl özünə sual ver. Bu şey mənim həyatımı dəyişəcək, yoxsa sadəcə içindəki nə salmaq istəyirəm hissini sakitləşdirmək üçündür? Dördüncüsü, tək gedirsənsə tək ödə. Bax, bu çox vacibdir. Deyirlər axı, pul dostluğun imtihanıdır. Bəzi dostlarla hər dəfə çölə çıxırsan, hesab bölünür. Sən sadə makaron yemsən, o isə 3 növ salat, şirniyyat və desert. Amma sonda hərəyə 25 manat düşür deyirlər. Əgər bu sənin üçün diskomfort yaradırsa, yumşaq tərzdə bölməyə təklif et. Yaxşı dost inciməz. Beşincisi, mikroqənaitin gücüdür. Bəzən deyirik, ayda 2 manatla nə dəyişəcək ki? Amma 5 dəfə belə 2 manat olsa, artıq 10 manat edir. Ayda 10 manat qənaət, ildə 120 manatdır. Bu da kitab, dərs, kurs və ya kiçik bir ehtiyacını qarşılaya bilər. Məsələn, hər dəfə plastik kartla ödəmək yerinə neçə manatın var düşünərək nağd xərclə. Psixoloji olaraq nağd xərcləmək insanı daha diqqətlidir. Virtual pul oyun pulu kimi gəlir bizə. Altıncısı, geyimdə strategiya. Trend yox, stil. Modanı izləmək çox bahalı hobbidir. Bu gün oversize, sabah slim fit, o birisi gün retro. Əgər sən özünə uyğun stil tapsan, hər trend dəyişəndə alış-verişə qaçmazsan. Özünün uniforması olsun. Məsələn, adam var təkcə qarı tişört geyinir və 5 ədəd eyni köynək alıb. Nə geyinəcən problemi yoxdur, heç vaxt dəbdən düşmür və ən önəmlisi, geyimə ayırdığı büdcəsi sabit qalır. Yeddincisi, sosial media qəhrəmanları ilə yarışma. Instagramdan birinin baldə hovuz çəkini görürsən, altından yazıb ki, cənnətdən onlayn işləyirəm. Sən də oturduğun otaqda kondisionerin səsini eşidə-eşidə, mən də getməliyəm deyirsən. Amma bilin ki, çox hallarda o səfər kredit kartının məhsuludur və həmin insan gələn ay kartı necə bağlayım deyə stres yaşayacaq. Instagramda gördüyün şouya görə cibindəki pulu xərcləmə. Sonda isə bir məsləhət, xərcləri azaltmaq sadəcə boğazdan kəsmək demək deyil, əksinə özün üçün prioritetləri müəyyənləşdirməkdir. Əgər sənə xoşbəxtlik gətirməyən şeyləri pul xərcləyirsənsə, bu xərcləmək deyil, itirməkdir. Yəni sən əslində qənaət etməklə yox, ağıllı qərarlar verməklə maliyyə azadlığına doğru geyirsən. Hədəf qənaət yox, azadlıqdır. Unutma, hər qəpik sənin bir qərarındır. O qərar gələcəyini formalaşdırır. Əgər bu dediklərim sənin də başına gəlibsə, şərhlərdə paylaş. Görək ən absurd nəyə pul xərcləmişik. Növbəti videoda görüşənədək.